Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır. Bu barədə məlumatı Kalibr Az paylaşıb. Məlumata görə İrəvanın son hərəkətlərinin bütün məntiqi bunu deməyə əsas verir. Sürətlə silahlanma, revanşist əhval-ruhiyyəsi bütün bu faktları sübut edir. Elə mütəxəssislər də bu istiqamətdə günə sona açıqlamalar verib. Fərid Yusufovun reportajını izləyək. Son dövrlərdə Ermənistan hakimiyyəti müxtəlif beynəlxalq forumlarda və mətbuatda Azərbaycanla sülh danışıqları barədə müsbət bəyanatlar səsləndirərək sülhə hazır olduqlarını vurğulayıb. Bu bəyanatlar xüsusilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanıb. Güya Ermənistan sülh istəyir, lakin rəsmi Bakı əksini düşünür. Kimlərinsə Ermənistanda Azərbaycana qarşı gücdən istifadə etməklə hərəkətə keçmək ağılına gələrsə, bu Ermənistan üçün demək olar ki, intihara bərabər bir addım olacaq. Qeyd etmək lazımdır ki, burada Ermənistan diplomatiyası və xarici siyasəti də Azərbaycan əleyhinə geniş fəaliyyət həyata keçirdir. Ötən həftə Ermənistan hökumətinin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları 1 aprel, 13 iyun tarixlərində keçiriləcək. Elə bütün bunlar da beynəlxalq aləmdə manevrlər etmək istəyən İrəvanın əsl simasını tam reallığı ilə ortaya qoyur. Hansı bir hazırlıqlar mümkündür? Azərbaycan bütün bu Ermənistan tərəfindən hərəkatları düşünürəm ki, nəzarətdə saxlayır. Ermənistan hansı bir Azərbaycana qarşı hərəkət eləyəcək, açığı mən düşünmürəm. Ermənistan özü birbaşa olaraq hədəfə çevriləcək. Ermənistan dövləti və dövlətçiliyi sual altında qala bilər. Çünki Azərbaycan güclü dövlətdir və istənilən təxribata çox sərt, kəskin reaksiya verəcəkdir. Dəmir yumruq əməliyyatının nəticələrini yaxşı dərk etməli, başa düşməlidirlər. İrəvanın hiləgər siyasəti Bakıya yaxşı tanışdı. Revanş haqqında düşünənlər yaxın tarixdə başlarına gələnləri unudublarsa, bunu onlara xatırlatmağımız heç də çətin deyil. Odur ki, Ermənistan dövlət kimi varlığını sual altına atmaq istəmirsə, o zaman müharibə yox, sülh haqqında düşünməli. Bu istiqamətdə real addımlar atmalıdır.